Assalamu alaykum do'stlar, qadrdonlar, yaxshimisizlar? Sog'ayib ishlar yaxshimi? Sog'lik, omonlikda. Bugün bir qisqa video o'ta men o'yladim, gerekli ma'lumot, gerekli narsa deb o'yladim shuning. Sababi bu videoni ko'rib o'tishimizni sinusitmi? Bas shundan kasalligi bor parrandalarni, tovuq, induk. Bas shunchik parranda zoti toifasi bo'lsa, göz shamollashi, damoq xirillashi shunday narsalar shunday kasallik turi bor, xolos. Shuni hozircha elimizdan kelgancha davolab turibmiz. Shuni sizlar bilan ozgina bo'lishni maqsad qildik. Endi ko'rib turibsizlar, bu narsalarimiz shu kasallikka uchragan, yo'liqqan parrandalar. Beda hozir şu og'ir ahvol desa yo'q, og'ir ahvol deylar. O'tdi, sal yaxshi bo'ldi, o'zidan keldi. Bular bir eng yomoni 60-70% bir xo'rozi oq, yine bu qarani, gözü çiş. Bular nasreniya yeb ichishi, boshqa hammasi zo'r, joy-joyida. Şu gözünün ağzına çiş bak, xirillisi ketdi lekin. Sal xirillisi bor edi, o xirillari ketdi. Ular shunda olib turibmiz hozir. Elimizdan kelgancha o davolash usuli, yo'llarini men aytib tushuntirib o'taman. Eğer kimdadir oson bir varianti, oddiy bir dog'i yo bir ukol bilan, bir ukol bilan yaxshi bo'lib ketgan varianti bo'lsa, iltimos aloqaga chiqinglar. Telegram nomerlarimiz profilda bor, hammasi joylangan. Bilmaganlar uchun aytib o'taman. Shu 94lik 115 85 11 meni Telegram nomerim bu. Shu nomer aloqaga chiqib bemalol nechik o'quv darsi bo'lgan bo'lsa, ansatrak variantida, endi hozir men aytib o'tganimdan oson varianti bo'lsa, bemalol shuni aytsangiz, uni ham video qilib chiqarib sinab ko'ramiz. Agar ishlaydigan bo'lsa, bu narsani ham men qo'yib o'taman YouTube'da. Şu qara indukni yanında duran indukimiz. Hozir bilan ko'zi ochiq, yeb ichib turibdi. Bemalol gözünü çiş qaytgan ko'rib turibsizlar. Yani bir yan tarafı gözü yumulgan. Şu gözünü derisi asılıp turibdi. Yan tarafı gözü açıldı. Lekin sal yiringi bor. Yiringi chiqarib turibmiz hozir qo'ldan kelgancha. Chiqqanini shu ish qilib bu göz chishib yumulib qoldi. Göz kalla ketayib ketdi-da bundan. Qotib qoldi yiring. Hozir shu ishlatib turgan dorilarimiz natijasida bu gözü hozir qaytdi. Chishlar qaytdi, bo'shab qolgan. Menimcha geçiş arafasida bir yan gözü açılgan. İki gözünden bor edi bunun. Endi hozir yaxshi. Yeb ichib turibdi. Bu narsalarimiz karantinda hozir. Ak indukumuzdan ham gözü erzali chishadi. Qaytdi, iki gözden ochiq. Qara indukumuz bir yan tarafı. Bu qara induklardan ham bir yan tarafı chish. Bu xo'rozimizdan bir yan tarafında chish bu. Ya bu indukumuzdan bir yanı yaxshi bular. Bir gözü chishdi. Görüb turibsizlar. Bu ak mekanımız qaytdi, yaxshi oluş arafasında. Bu indukumuz 90% yaxshi bo'ldi. Görüb turibsizlar, yo'q. Lekin sal damoqida xirilligi bor, shuning uchun qo'yibman. 10 kunni yaddini qo'yib, keyin qo'shib beramiz. Xudo xolasa, shuni hozircha yaddini qo'yib boqib turibmiz. Davolashga keladigan bo'lsak. Furatsilin tabletkani furatsilin eritmasa deydi. Ya sho'r suv, masalan, duz aralashmasida bizda sharava deydi, o'zimiz Xorazmchada. Duz aralashgan suv sharavada gözün etrafını yaxshilab burunlarni şu ilacı boricha sal icharroqni yuvib olish kerak. Boshlanmadan göz etrafını, burunga, iringlar yapışıp qoladi. Burun beklanib qoladi. Shuni ochish kerak boshini.
burunni yaxshilab tozalab, gözlerini tozalab, şu frasselin ya duz aralashması bilan da şarabi bilan yaxshilab göz atroflarini, burunni, tumshuqlarni tozalab olamiz. Keyin Leomitsetin degan üzerimizni aptekda şu adamlara dori sotadigan aptekada Leomitsetin degan göz damchisi bor. Gözə damızıladi. Şu darda alamiz. Her gözüne bir damcı ya iki damcı. Çişi yaman bo'ladigan bo'lsa iki damcı. Normalde sel çişi bo'ladigan bo'lsa bir damcı gözüne damızıp keyin Leomikol degan maz bor. Ya tetratsiklin bilan xullas ikkisidan biri ya Leomikol. Leomikol yaxshiroq. Leomitsetin bilan ishlatganda ikkisini kombinatsiya etib, masalan ikkisi bir vaqt ishlatilsa, Leomitsetinni gözüne damızıp Leomikolni göz etrafına sürtadigan bo'lsak, şu yaxshiroq variant. Şu Leomikolni alıp gözün etrafına çiş bor yerlere şu gözüne girizmeyen holda yaxshilab sürtamiz da. Hozir men bularga sürtib bo'ldim. Şu Leomikol degan mana şu dori şu maz. Şunu yaxshilab göz etrafına çişi bor yerlere sürtamiz. O iringni chiqarishga bitta yordam beradi, iringni so'rilishini. Bo'lmasa o iringga yetish qiyin bu narsa. Indukda tovuq yaxshi bo'ladi. Tovuq o'zini o'zi yurib, tovuq nobud bo'lmay chidab bir hafta yursa, tovuqdek gözündeki çişli yo'qolib ketadi, lekin indukniki yo'qolmaydi. Indukda şu gözündeki çiş ya ölüp ketadi, induk şu çiş bilan xullas yo'qolib ketmaydi-da. Sababi men o narsani 2 yil oldu sinab ko'rib yuribman. Axir so'yib tashlayman, davolab bilmadim, so'yib tashladim. Bir şu narsani doğru yoqqa olib, topdik shuni yo'lini. Endi xudo xohlasa hozir sinovda o'qib turibdi. Hozir video chiqarish niyatim yo'q edi, lekin bu narsa bilaman ko'pchilikda bor, sababi bozorlarga chiqib turibman, bozordan ko'raman bu narsalarni, shu chishi bilan bozorga chiqib turgan narsalarni. Endi ko'p bakadonlar, ko'p bakmasam 5 ni 6 ni bakadonlarda bo'lib turgan bo'lishi mumkin. Shu maqsadda chiqaryapman. Bo'lmasa men 100% sinovda turib, 100% hammasi yaxshi bo'lgandan keyin video chiqaraman deb shuni aytib o'taman, shu narsani bo'lishaman degan maqsadda edim. Endi hozir shoshilinch bo'lgani uchun aytmoqman. Xullas tushundingizlar deb o'ylayman. Shu Leomitsetinni gözüne damızamiz. Leomikol bilan gözün etrafına, çişi bor joylarini yaxshilab sürtüp tozalab, keyin teylerini sıyırıp artib turish kerak tez-tez. Sababi o'zini axlatini qo'ymaslik kerak. Axlati nima desa bo'ladi? Bularning sal ichlaridan o'zgarish bor, shamollash bor ishlarida. Shuning uchun teyin axlatini tez-tez tozalab turish kerak. Bu narsalarimiz hozircha 50% endi o'pish olganda normal, yaxshi. Adam yaman emas, yeb ichib turishi, boshqasi hamma narsasi joyida. Birozi barcha go'shtroq, makkani o'zini bermaslik kerak. Buning deb vaqtida, shu sal kasallik vaqti. Makkani meydalangani, bug'doy, sechka, keyin nolish degan yemlari bor. F0 degan katta tovuqlarni, shu kombikorimlari, shunday narsalarni yeb tursa, yaxshi bo'lishini tez yordam beradi, tez ko'tarilishini ta'minlab beradi shu narsalar. Keyin yana nima aytsak edim? Keyin suvda beradi dorilar. Suvni Enroflox degan dori bor. Vetaptekadan olamiz. Vetaptekadan olib turib 1 litr suvga 1 gram aralashtirib, uni bir hafta. Faqat shu suv, boshqa suv bo'ladi, boshqa suv hech holatda vitamin aralashgan suv. Oddiy suv iloji boricha shu hafta davomida berilmasi kerak. Vitamin aralashmasi, masalan, siz abetadon ichirdingiz, Enrofloxni, abetadon shu Enrofloxni ichdi. Abetdan keyin bir 3 yo 4 soat o'tgandan keyin shu vitaminli suv qo'yish kerak. Tiktonik bo'lsin, keyin trivitamin, multivit degan vitaminlar bor. Shularni qo'ysa bo'ladi. 3-4 soatdan keyin antibiotikni ichib, Enroflox degan antibiotik dori suvunda berib bo'lib, suvni olib qo'yib ichib bo'lgandan keyin xullas 3-4 soatdan keyin vitamin qo'yasiz.
şunda yaxşı işləyir. Olmasa antibiotikin təsiri yox oladu da. Enafloxla. Xullas bu nərsəni düşündüyünüzdə də polima. Şu əsası bizlərə gərək leometsitin gərək, leomekol gərək göz ətrafına sürtməkə. Şor su ya furasilin eritməsi. Furasilini su atacaq azına. Mesela 50 gram, 100 gram suda furasilini eritib durub şu göz ətraflarını tazalamaq gərək, yaxşılab mikroblardan. Keyin bəlkə sürtədon, damızadon dağılan işlətkən yaxşı. Şu yemlərini aytdıq. Yemlər asaraq həzm oladan yemlər ilacı varsa, təbii gök, indi azı yox, gök tapışıq qıyıncaq. İndi buğday gök gətirib bərəməndi dolab olsa, bemalal bərsə, vəbşi zor variant. Onun deyim, buzuladon, acıb qaladon, İsnədon yemlərdən ilacı varsa verməklər, şu kattırak dənə, əlində duradon, taza duradon. Yemlərdən bərk barsanızla, kürkənin sağayışına tez bir yardım boladı, tezliklərini boladı, özünü diklep. Acıqan, çürüyən nərsələn yesə hər bir həzəmət işkim boladı, kəsəllik bətər ağırlaşıb geçişi mümkün, şunun ehtimalları var. Şunu karab durasla. Şu suyunda Enraflox bilən vitaminlərini bərtdirunlar vaxtında. Şu arası ikisini birdən koyuş mümkün emas. Arasını açıb koyunlar. Dum ağır vəziyyətlərdə, dum ötə ağır iki gözləm açılmayıb qalıb, yumulub qalıb, şunun nimbosa ədeyini dişdə koyup içirsə boladı. Vitamin bilən antibiotikni. Lekin bu niyyətən yaxşı emas. Şu 3-4 saatdən ki antibiotik içib boladı. 3-4 saatdən ki vitamin koysanızlar vəbşi zor. Şunda yaxşı işləyəcək. Bu nərsələ az yiyip içişi başqası zor işləyirlər, açılğın. Şimdi şu gözləri fonlu yaxşı olsa keyin köplükə xoş bərəmiz bu ana. Keyin farmazin, tilazin tartate deyil. Xullas şu aralaşma bağlan farmazin, tilazin ikisinin aralaşması. Bu paraşok kəttələrə suyunla bərsə, başqa induklar xırıllısı bazığına şamallaşır, burun akışı ya tamakta şiş, xırıllaşlar buladan olsa. Opşa həməsinə bərsə boladı bir 3 gün davamında farmazin, tilazin degen paraşok var. Şunu həməsinə bərt dursa 3 gün ətrafında var mı antibiotik. Fakat su, addi su, vitamin su aralaştırmayın. Şu suyunu bir 3 gün davamında bərsə, keyin bir gün addi su koyup, keyin vitamin bərsə boladı. Səl xırıllısı var, kəsəllikini əldən alıb, yaxşılaşıb getədi induklarını, kütərib getədi. Başqa yüzə induklara. Lekin kəsəllərinin ilacı varsa şu ədilini koyub, üzərinə qaraşıq ətməsə, üzərinə baxmasa bu olmaydı. Şulara karab ötəsilə, karab durasla, həm dostla, aytkanım ilacı bolsa ondan almasan variant, addi bir ukolu bilən. Addi bir darlı, bir içiriş ya bir addi bir gözüne bir sürtkənlə, iki sürtkənlə şunun gözündə iki işli yok alıp gitsin o variant bolsa açsanız da vəbşi xursan olama səbəbi. Azım ayt durğanım gözünü tazalaş gerek, damızış gerek, keyin onu sürtüş gerek. Bu 1-2 gün məhz, bu həftə davamında şu nərsəni, həftə 10 gün davamında şu nərsəni gündə 2 məhəldən, gündə 2 mərtədən şu nərsəni qılış gerekdən. Bu olmazsa o nərsə təsir etişkin. Azanda bir saat 8-9 10 ətrafı kəbətdən keyin 4-5'lərdə bir xata şu işini qılıb duruş gerek gündə 2 mərtə, 3 mərtə gözünə damız oladan leomet setənli 3 mərtələr damız dursam oladı günü. Hər 5-6 saatdən bir gündə 3 mərtə damızsa. Xullas şu bilən şoğullanıb durmaq özü bir adam gerek şu kəsənlər səni qaramağa, şu darıları, mazları bilən şoğullanmağa bir adam gerek. Mən hazır 2 məhəl boqdur. Azanda geçrak. Sinap durma, hazır xuda xalasa mənimcə işləyəcək. Səbəb özgəriş gör tutma. Bir göz yumulup qalğan nərsəmiz gözü açıldı. Bir yan tərəfi onun çiş qayıtdı, azğına çiş qaldı gözündə. Yine bu kara indukumuzdan gözü çiş qayıtdı, ümçə bilinmedi. Bu bir indukumuzun görsütdüm. Bu paşti 90% yaxşı oldu bu. Azğına bilinə bilinməz çiş var gözündə. Onun ait olunmaz. Bəyi induklarımızdan gözün çişlər qayıtıb durdu. Göz yumulub hadi köp 3 induk mu 4 induk mu gözler yumulup açılmıyor kalmadı. Gözü görmüyor kalmadı.
Şu nərsələrini hazırca özgəriş, yaxşılanış var. Məndə ildə var bu nərsə səbəbi. Məndə ildə indukunu mən həməsini tazala bilməyim. O kəsəllikdə qalan induklarım, amma başqa induklarım. Məndə induk çox azca. Şu bir-birini yukarıda immunitet və strakoza yuka verədi. Bu nərsə ən induklarda kəm güzətilədi. Başqa ən induklarda yox. 90% ən induklarda bom idi bu nərsə. 10%'ında oluşu mümkün. 2 illik, 3 illik induklara bir yüküp yatmaydı səbəbi. Ən induklar bu nərsəni yeni ötkəndə onun kəsəlliklərini görürlər. Ən induk, ata induklar, 2 illik, 1 ilə dolğan induklarımız. Bu nərsəyə uçramaydı indi kəsəlliki. Sə dostlar sağlam olun. Düşünməyiniz olsa bilməli komentariyada sonra bu sizə cavab verəmiz ya. Kanalımızda işte Telegram əlaqə çıxsanız da bilməli savalları vaxtımız bu anda cavab verib varamız. Dostlar sağ aman olun. Həməyə Ahmet, həməyə rəhmət. Qollab quvvatlab güzəlt duralları. Video çıxarıb duramız. Bulanı halətini göstərib barışa hərəkət qılamız. Xalata gündə video çıxarışa ya gündə olmasam 2 gün 3 gündən bir video çıxarıb halət özgərişlərini göstərir duramız. Xalata. Sağ aman olun.